DDA saytında balansımızı necə artıra bilərik? Bu videoda sizlərlə birlikdə balansımızı artıracağıq. İlk öncə DDA saytına daxil oluruq, ondan sonra burada dərsə başla bilmənin yanında olan bu ikona klikləyirik. Əgər burada bizim ad soyadımız yazılıbsa, bu o deməkdir ki, biz hesabımıza daxil olmuşuq. Hesabımıza daxil olmamışıqsa, birinci daxil olmalıyıq ki, balansımızı artıra bilək. Ümumiyyətlə balansdan təlim paketləri alan zaman, onlayn mağazadan məhsul sifariş edərkən, imtahan simulyatorundan istifadə edərkən bizə lazımdır. Balansımıza keçid etmək üçün iki hissə var. Birincisi, balans düyməsinin yanında olan üstəgəl işarəsi və yaxud da hesabım düyməsinə klikləyirsiniz. Buradan balans düyməsinə klikləməklə balansınız açılır. Hal-hazırda görürsünüz 0-0-dır. Burada aşağıda düymələr var. Düymələrdən hər birinə basdıqda burada məbləğ dəyişir. İstəsəniz buradan daha sürətli olması üçün klikləyirsiniz və balansı artır düyməsini deyirsiniz və yaxud da istədiyiniz məbləği bura yaza bilərsiniz. Məsəl üçün 69 manat, 50 manat, 70 manat və s. Biz indi test olduğu üçün 1 manat məbləğində balans artıracağıq, amma siz də istədiyiniz qədər balansı artıra bilərsiniz. 1 manat yazdıq və balansı artır düyməsinə kliklədik. Buradan sonra bizdə Kapital Bankın səhifəsi açılacaqdır. Bura tam güvənlidir. Biz sizin kart məlumatlarınızı görmürük. Kart məlumatlarını daxil etdikdən sonra burada Pay düyməsi var. Biz ona bir dəfə klikləyirik. Sizdə dil fərqli olduğuna görə başqa sözlər, ödəniş şerit və s. yazıla bilər. Bundan sonra bizə 3D kod gələcəkdir. Bizə telefonumuza kod gəldi və həmin kodu bura daxil etdik. Daxil etdikdən sonra burada da görüldüyü kimi balansımız uğurla artırılır. Biz Profilin düyməsinə bir dəfə klikləyirik. Ondan sonra balansımıza keçid edirik və gördüyünüz kimi 1 manat artıq balansımız var. Siz də istənilən qədər balans bura artıra bilərsiniz. Əgər hər hansı suallarınız olarsa, bizə çəkinmədən yaza bilərsiniz.